Salam əziz dostlar. Bugünkü videomuzun mövzusu text warp, yəni ki, tekstin əyilməsi, fırlanması, büzülməsi, tekstin başına oyunların açılması. Qarşımızda nümunələr var. Netflix'in logosu, Barbershop logo versiyaları, bunlar template'lərdir. Gəlin görək bu cür nümunələri biz necə hazırlaya bilərik. İlk öncə yazımızı yazaq, biraz böyütdük. Fontumuzu seçək. Burada görürük ki, biz condensed, yəni ensiz fontumuz var. Yazıram character hissəsində condensed, elə condense yazan kimi burada çıxın seçirəm. Acumin concept extra condensed. Olsun. Əgər uppercase eləmək istəyirəmsə, bu hissədə məndə character aktiv deyil. Ctrl-T düyməsini basıram. Bir də Windows-dan orada gəzişmək istəmirəm. Gəlirəm bura, Show Options-ı basıram və aşağıdan All Caps. Əla, bunu da aktivləşdirdik və bütün bu qrupu çəkib yapışdırıram sağ tərəfə. Yazımızı yazmışıq. İndi gəlin görək biz onun aşağısını necə belə arka kimi verə bilərik. Fontumuz seçili halda, yəni mətnimiz seçili halda yuxarıda option barda Make Envelope düyməsinə klik eləyirik. Belə bir pəncərəmiz açılır. Avtomatik by default mənə baxın style, yəni hansı stildə fontumuz əyiləcək, həmin istiqaməti verir. Gətirək bunu bu hissəyə, arc. Demək olar ki, bütün bu stillərin hamısında məntiq eynidir. Yəni bend, əymək, əyməyin şiddəti 100% əyilsin, pozitiv yoxsa neqativ əyilsin, onu buradan seçə bilirik. Əyiləndən sonra onun istiqaməti, horizontal istiqaməti və vertikal istiqaməti. Ondan sonra biz əyilməyin özünün istiqamətini seçirik ki, vertikal əyilsin və yenə də həmin göstəriciləri tətbiq edirik. Bir dənə bu göstəriciləri mənimsəsək, onda bütün stillərdən biz çox rahat istifadə eləyə biləcəyik. Burada misal üçün arc var. Bunu vertikal eləmişik, horizontal eləyirik. Fikir verirsiniz, kənarlar düz qalır. Nisbətən əsas arkamız formalaşır. Sonra burada fərqli versiyalar var. Misal üçün bir balıq düzəltmək üçün biz bunu belə əyib, sonra burada bir ağız, burada bir quyruq qoya bilərik. X hərfi balığın quyruğu üçün idealdır. İndi gələk konkret Netflix'in nümunəsinə görə biz bu Netflix'in aşağısını arkaya necə keçirə bilərik. Gələk bura. Arka seçək, burada görürsünüz məndə 16%-dir, mən bunu istəmirəm, 0 basıram. Mənə lazımdır ki, preview'nu yoxlayaq. Aha, bunları da sıfırlayıram, vertikal, horizontal heç nəyə müdaxilə eləmək istəmirəm. Preview'nu yandırdım, yazım öz orijinal versiyasına qayıtdı. İndi mənə lazımdır ki, aşağı hissəsi ilə oynayım, yuxarı hissəsi normaldır. Gəlirik bura, arc lower, arc upper, yəni yuxarını arka eləyə, yoxsa aşağını. Yuxarını arka seçsək, fikir verirsinizsə bunun yuxarısı azalıb artacaq. Bunu sıfırlayırıq. Biz keçirik buradan arc lower. Arc lower və biz bunu bir artırsaq pozitivə doğru gördüyünüz kimi stomatologiya klinikasının logosuna oxşayacaq. Amma biz Netflix'də bu neqativ gedir. Təbii ki, niyyətimiz birə-bir Netflix'in logosuna hazırlamaq deyil. Çünki məncə bu font da heç Netflix'in fontu da seçdiyimiz font deyil. Amma texnikanı öyrənmək məqsədimiz. Ona görə bunu nisbətən tutaq ki, biraz da yığdıq və okey. Netflix'imizin logosu hazır. İndi biz buradan Netflix yox, Metflix yazmaq istəyiriksə, bəs biz bu yazını arc eləyəndən sonra necə edit eləyək? Bilirik ki, qrupun da içində maskla işləyəndə, double click eləyəndə biz kontentin daxilinə keçid eləyə bilirik. Bir növ otağa giririk. Double click eləyirik, gəlirik, yazımızın üzərində 2 dəfə double click eləyirik. Bura yazırıq Netflix. Netflix yazdıq, escape-i bastıq, çıxdıq. Və yaxud da ki, bu edit eləməyin bir növü. İkinci növü, fikir verin, əgər biz isolated, yəni izolyasiya rejiminə giririksə, Illustrator onu bizə göstərmək üçün solda, sağda olan bütün elementləri opacitesini azaldır. Yəni bizdə indi bu dəqiqə fokus buradadır. Escape-i bassaq, görürük ki, bəli, biz yenidən qayıtdıq öyrəşdiyimiz görüntüyə. Obyektimizi seçəndən sonra yuxarıda option barda fikir verirsiniz, birinci aktivləşim üzərinə gətirin edit envelope. Envelope, yəni bax buna verilmiş o stil. Balıq stil ola bilər, birincisi də indi burada altdan arka stilidir. Bunu edit eləmək üçün bayaq gördüyümüz pəncərənin daha genişlənmiş versiyası açır. Biz buradan yenə də arcın formasını seçə bilirik, dəyişə bilirik. Horizontal yoxsa vertikal, bayaqki seçimlər, əyilmək dərəcəsi, bütün bunlar və s. Əgər mətni edit eləmək istəyirəmsə, onda sağındakı düyməni seçirəm, Edit Contents. Edit Contents basanda gördüyünüz kimi artıq mən buradan
fontu seçə bilirəm, ailəsini, ölçüsünü və s. İndi keçək praktikaya. Diqqət, praktika. Gördüyümüz nümunələrdən birini hazırlamağa çalışaq. Bunlar bizim üçün bir referans olsun, bir mood board olsun. Gələk bura Netfliximizin üzərində 2 dəfə klik eləyək, yenə də klik eləyək. Bura yazaq barber. Barber yazdıq. Bizə lazımdır ki, barber sözü təkcə altdan yox, yuxarıdan da arka olsun. Onun üçün biz gəlirik buradan seçirik. Seçirik nəyi? Bold. Yəqin düz tələffüz edirəm. Bold. Bold seçdik, bəli. Buradan biz onun faiz nisbətini biraz da yığmaq və yaxud da ki, yüngülcə açıb bağlaya bilərik. Gəlin buradan 17% yazaq, enter basaq. -17 yazmalıydıq. -17 basaq. Bəli, oldu. Barber. Bu fontların bəzilərində fikir versək görürük ki, bizdə burada qalın dırnaqlı fontlar var. Onların adı gedir slab. Mən fontumu dəyişmək istəyirəm. Double klik eləyirəm. Gəldik bura. Maraq üçün görək bizdə slablərdən nə var? Aglet slab. Bu çox güman bizim kompüterdə olan fontlardandır. Hansı ki ola bilər sizdə olmasın. Misal üçün barber slab. Bəli. Biz bu yazımızı yazdıq. Burada bir maraqlı nüans var. Biz demişdik ki, fontu heç zaman dartmaq, uzatmaq olmaz. Amma Warp bizim bütün bu qaydalarımızı hamısını alt-üst eləyir. Çünki biz burada fontu sıxırıq, əyirik, artıq vertikal, horizontal qalınlıqlar qarışır. Ona görə vizual olaraq biz bu yaranmış nəticədə altı basıb nisbətən yazımızı aça bilərik. Barber yazısını yazdıq. İndi onun üzərində yazaq gentleman. Ola gentleman sözünü götürək. Klik eləyək bura, yazaq gentlemans. Gentlemans təbii ki apostrofla gentlemans yazdıq, gətirdik. Burada tutaq ki bir condensed font istifadə edəcəyik. Yazırıq burada condensed, gəldi. Belə bir fontumuz. Altı basırıq, enini açırıq. Altı basıb enini açandan sonra gətiririk bura. Nisbətən böyüdə bilərik və indi biz istəyirik ona da bir arka verək. Gələk envelopu aktivləşdirək. Buradan seçdik arka elədik pozitiv və bastıq OK. OK bastıq və bir də bunun altında təbii ki adi sözlə barber, gentleman's, barber, bir dənə də buradan adi fontla və yaxud da ki elə bu condensedlə barber shop yaza bilərik. Onu nisbətən böyüdürük. Bunların hamısını seçib mərkəz align eləyirik. Gətirdik bunu qoyduq bura və bizim logomuz Warplardan istifadə edərək hazırladığımız logo ixtiyarımızda. Qarşınıza çıxan bu cür görüntüləri kopyalamağa çalışın, bizlə paylaşın, bizsə görüşək növbəti dərslərdə.